Dırnaq düzəltdirirsən və heç maraqlanmısan ki, gel-lakların içində hansı maddələr var? Məsələn, TPO Avropada artıq qadağandır, amma bizdə hələ də istifadə olunur. TPO tam adı trimetil benzoil difenil fosfenoksid. Bilirəm adı biraz uzun oldu, ekrandan skrin edə bilərsiniz. Amma Avropa artıq bu maddəni reproduktiv sistem üçün toksik kimi tanıyıb və 2025-ci ilin sentyabrın 1-dən qadağan edib. Araşdırmalar heyvan modelləri üzərində göstərib ki, reproduktiv sistemə zərər verə bilər. Hormonal balansı poza bilər. Hüceyrə səviyyəsində toksik təsir göstərə bilər. Yəni, dəri xərçəngi ilə əlaqələndirilir. İnsanlar üzərində araşdırmalar isə hələ kifayət qədər deyil. Bu artıq bir siqnal deməkdir. Təəssüf ki, bir çox salonlar TPO tərkibli məhsullardan hələ də istifadə edir. Dırnaq etdirməzdən əvvəl tərkibinə bax, sağlamlıq hər şeydən önəmlidir. Özünə sual ver, sırf bir neçə həftə gözəl görünmək üçün sağlamlığını riskə atmağa dəyərmi? Və unutmuruq, gözəllik sağlamlıq bahasına olmamalıdır. Yaxşısı budur, özümü də risk atmayım, dırnaqlarım zətrəsi olmadım.